Marketoloq Samir Mehdiyev isə bildirir ki, vitrinlə kassa qiymətlərinin fərqli olması istehlakçı hüquqlarının pozulması hesab olunsa da, bir alana ikincisi hədiyyə, endirim var, məhsullar limitlidir. Tələsin kimi kampaniyalar marketinqin bir hissəsidir. Onun sözlərinə görə, bəzi hallarda bahalı məhsulların cəlbedici qiymətlərlə təqdim olunması və şərtlərin kiçik hərflərlə qeyd edilməsi də satış strategiyasına daxildir. Məhsulun qiymətini şərti olaraq 100 qramının qiymətini verirlər və ya bir məhsuldan 3 ədəd aldıqda o qiymət şərti olaraq əgər 10 manata yerləşdirilir. Ancaq təkli götürdükdə bu 15-20 manat ola bilir və müştəridə reklam haqqında qanunvericiliyə uyğun olaraq yazılmadığı təqdirdə istehlakçının tam olaraq hüququ var ki, məhsuldan imtina etsin və ya bununla bağlı müvafiq şikayətini bildirsin. Reklam haqqında qanuna görə müştəri gözlə görülən şəkildə onu oxuya bilməlidir ki, bu 100 qramın qiymətidir və ya 3 ədəd aldıqda bu qiymətə düşəcək və ya digər endirimi. Qanunvericiliyin tələblərinə uyğun olaraq atıldıqda bu marketinq addımıdır.